açılığı ilə Sumqayıtda baş tutub. Gənclər ətraf mühitdən topladıqları bu cür kağız parçalarını gətirir, təhvil verir və bir növ aksiyada iştirak etmiş olurlar. Əsas məqsəd isə ətraf mühitin çirklənməsinin qarşısını almaq, kağız israfçılığını azaltmaq və təkrar emalına nail olmaqdır. Aksiyaya böyükdən kiçiyə hər kəs, həmçinin yüzlərlə gənc qatılmışdı. İştirakçılar özləri ilə ən azı 5 kiloqram kağız tullantısı gətirməli idilər. Hər bir Asan Xidmət Mərkəzində könüllülərimiz vətəndaşlarımızı özlərində olan, yəni istifadə etmədikləri kağız tullantılarını Asan Xidmət Mərkəzlərinə təhvil verməyə dəvət edir və hər bir vətəndaşın yığdığı o kiçik kağız parçaları gördüyünüz kimi belə dağlarla, yaşıl dağlarla nəticələnir. Cari il ərzində Yaşıl Asan hərəkatı nəticəsində 90 ton kağız toplanmışdır. Kağıza çox böyük ehtiyac var və bu işlənilməyən kağızları, artıq makulatura adlandırılan bir neçə dəfə işlənmiş kağızları toplayıb hər vərəqini, onun hər bir vərəqini demək olar ki, bir yarpağa çevirmək. Bax, budur deviz. Simvolik dağın yaradılmasında aksiyaya qoşulan gənclərin böyük əməyi vardı. Kağızları yığırıq, təkrar emala göndəririk və bunlardan təzə kağızları istehsal olunur. Bununla da ağacların və yaşıllığın qorunmasını təmin edirik. Bu məhəlləmizdə olan kağız parçalarıdır. Mən bunları yığıb getmişəm. Eşitdim ki, belə bir aksiya var. Həmin aksiyada iştirak etmək məqsədi ilə getmişəm. İlk dəfə keçirilən Yaşıl Dağ sosial aksiyası gələcəkdə Asan Xidmətin yerləşdiyi digər ərazilərdə də həyata keçiriləcək. Elvin Güloğlanoğlu, Ziya Allahyarov, Lider TV. Xaçmazın inzibati rayon kimi yaranmasının 85 illiyi qeyd olunub. Bayram şənliyində yerli sənətkarların əl işləri, milli adət ənənələr, Xaçmazın tarixini əks etdirən əşyalar və mətbəx nümunələri